Мне становится trudno. Mənə çətin olmağa başlayır. Становится sözü. Становится bir şey ilkin formasından sonra dəyişikliyə uğramağa başlayırsa, orada становится sözünü işlətmək olar. Misal üçün, мне сперва было легко, но уже становится труднее. Mənə asan idi əvvəl. Daha sonra çətin olmağa başladı. Становится sözü prosesin baş verməyinə, dəyişikliyə uğramağından xəbər verir. Misal, ikinci misalda gətirmək olar. Он мне друг. O mənə dostdur. Но уже становится врагом. Artıq düşmənə çevrilir. Düşmən olmağa başlayır. Yəni, ilkin formasından dəyişikliyə uğrayırsa, proses dəyişirsə, öz mahiyyətini dəyişirsə, burada становится sözünü işlətmək olur.